sahibi var bu qərarı yoxsa? 20 yanvar hadisələrinin ildönümü ilə əlaqədar Şəhidlər Xiyabanını ziyarət edən Müsavat üzvləri ilə polis arasında qarşıdurma yaşanıb. Qarşıdurmaya səbəb Müsavat üzvlərinin Şəhidlər Xiyabanına apardığı əkili olub. Polis əkilləri Şəhidlər Xiyabanına buraxmaq istəməyib. Nəticədə polislə müxalifətçi gənclər arasında qarşıdurma yaşanıb. Biraz səbirli olun, indi öyrənib sizə məlumat verərik. Biraz səbirli olun, məlumat verərik. Rəhbərliklə danışın, ayıbdır. Oldu. Milyonla adam gəlir bura, bir dənə əkliyə yer tapılmayacaq orada. Koyup da yeni Azərbaycan'a koyma. Yeni Azərbaycan Partiyası 20 yanvarın qiymətini, qədrini nə başa düşürür və o partiyanın rəhbərində olanlar nə bilirlər 20 yanvar nədir? Siz gəlmişsiniz. Qərarı onunla bağlı Milli Məclis qərar verir. Siz ziyarətə gəlmişsiniz yoxsa hüquqi yönətmişsiniz? Biz də qoyduq. Ayrı söhbət, o ayrı məsələ. Amma xahiş edirik. Siz gərək özünüz deyəsiniz ki, kim əkli gəlir? Biz qaydalara riayət edirik. Sabah da deyəcəklər ki, ziyarətə gəlməyin. Deyəcəklər ki, qaydaya əməl edin. Başı xarabın bir qayda təyin Xahiş edirik də bugün ümumxalq üzün günüdür, xahiş edirik. Bizim günüdür. Biz də qoyduq. Başqa sözlər danışmaq lazımdır. O harda yazıla bilər axı? O əkili buraxmayın, qalandan buraxın. Əkili buraxmayın, qalandan buraxın. Əkinlə gedəcək, vəssalam. Əkin qırağa. Qoy ona qırağa. Ben müsavat. Kulağının dibindən şillə vuraram ha səni. Dedim kulağına, şillə vuraram ha səni. Küçük. Ha.